Təqaüdçülər, pensiyaçılar öz telefonlarına Play Marketdən, App Store-dan e-sosial mobil tətbiqini yükləyirlər, qeydiyyatdan keçirirlər və qeydiyyatdan keçdikdən sonra e-sosial mobil tətbiqində ağ-qara ştrixlər formasında bir barkod, fərdi e-sosial barkodu yaranır. O barkodu seçilmiş market, aptek, klinikalarda ödənişdən öncə, xidmətdən yararlandıqdan sonra ödənişdən öncə kassirə göstərməyiniz kifayətdir ki, endirimlərdən yararlanasınız. Ümumiyyətlə, endirim faizi nə qədərdir? Deməli, hər məhsula və xidmətə əsasən, həm məhsul xidmətə görə, həm də müəssisəyə görə faiz dərəcəsi dəyişir. Ümumilikdə marketlərdə 2-5% arası, apteklərdə 10-20% arası, klinikalarda 20-40% arası endirimlər tətbiq edilir. Dediyim kimi, məhsul və xidmətə görə dəyişir. Bir nüansa diqqət etməyinizi istəyirəm ki, bu endirim yerindəcə tətbiq edilir, yəni sonradan kəşfiyyat kimi gəlmir. Yerindəcə vətəndaş artıq endirim